H hündürlüğünden 40 metr bölü saniye başlangıç sürətle aşağı atılan cisim 3 saniyede yere çatır. Sürtünmələr nəzərə alınmadığına görə cismin yerə değən andakı sürətinin modulu nəyə bərabərdir? Deməli, biz belə bir şey düşünə bilərik. V bərabərdir. Aşağı doğru atılan cisim bərabər yeyinləşən hərəkət edir. Yəni V0 üstəgəl JT yaza bilərik. Burada başlangıç sürətin 40 metr bölü saniye olduğunu görürük. Üstəgəl J sərbəst düşmə təcili 10'a bərabərdir. T düşmə müddəti isə 3 saniyədir. Buradan yaza bilərik 40 üstəgəl 30, o da bərabərdir 70 metr bölü saniyə. Deməli, cisim yerə 70 metr bölü saniyə sürətlə dəyər. İkinci sualda, sürtünmələrin nəzərə alınmadığı bir sistemdə H hündürlüyündən V0 sürəti ilə aşağı doğru atılan cisim yerə 5 saniyədə çatır. Cismin yerə çatma sürətinin modulu 60 metr bölü saniyə olarsa, başlangıç sürətinin modulu nəyə bərabərdir? V bərabərdir. V0 üstəgəl JT ifadəsindən istifadə edirik. Burada cismin yerə değən andakı sürəti 60'a bərabərdir. 60 bərabərdir V0 üstəgəl J'nin qiyməti 10, T'nin qiyməti isə 5'dir. Buradan da V0'ı tapsaq, V0 bərabərdir 60'dan 50'ni çıxarıq və başlanğıc sürətin 10 metr bölü saniyə olduğunu görərik. Bu da A variantında verilib. Üçüncü sualda, şəkildəki sistemdə K nöqtəsindən V0 sürəti ilə aşağı doğru atılan cisim 2 saniyə sonra L nöqtəsindən V1 sürəti ilə keçir. L nöqtəsindən keçdikdən 3 saniyə sonra isə M-dən V2 sürəti ilə keçir. V1 bölü V2 nisbətini hesablayın. Deməli, V1 bərabərdir V0 üstəgəl JT yazaq. V2 də bərabərdir V1 üstəgəl, məsələn, buna JT1, buna da V1 üstəgəl JT2 deyək. İndi V1 bərabərdir. V0 başlanğıc sürəti 20 metr bölü saniyədir. Sərbəst düşmə təcili 10, zaman da 2 saniyə. Bu da bərabərdir. Deməli, V1 sürəti 40 metr bölü saniyəyə bərabərdir. V2 sürətini tapaq. V2 bərabərdir. Bax, V1 üstəgəl JT2. Yəni, V1'in qiyməti nə qədər tapdıq? 40 tapdıq. 40 üstəgəl. Sərbəst düşmə təcili 10. Zamanın qiyməti də 3. Bu da bərabərdir 40 üstəgəl 30. Bu da bərabərdir 70 metr bölü saniyə. Buradan biz V1 bölü V2 nisbətini tapa bilərik. V1 40'a, V2 isə 70'ə bərabərdir. 40 bölü 70, o da 4 bölü 7'yə bərabərdir. Sualın doğru cavabı deməli B variantıdır. Davam edirik 4-cü sualla. H hündürlüğündən 20 metr bölü saniyə sürətlə aşağı atılan cisim 4 saniyədə yerə çatır. Sürtünmələr nəzərə alınmadığına görə H hündürlüyü neçə metrdir? Yaza bilərik. H bərabərdir. Cisim aşağı doğru gələndə bərabər yeyinləşən hərəkət etdiyi üçün V0T üstəgəl JT kvadratı bölü 2. Buradan bərabərdir V0 başlanğıc sürəti 20 metr bölü saniyədir. 20 vurulsun 4 saniyədə yerə çatırmış. 20 vurulsun 4 üstəgəl sərbəst düşmə təcili 10. Zamanın qiyməti 4 kvadratı olur 16. Bölürəm 2'yə. Bu da bərabərdir. 20'ni 4'ə vuranda 80. 10'u 16'ya vuranda 160. 2'yə böləndə 80. 80 üzərinə 80 gəldik və buradan H hündürlüyü 160 metrə bərabər oldu. Deməli, sualın doğru cavabı C variantıdır. 5-ci sualda, sürtünməsiz bir mühitdə bir cisim 200 metr hündürlükdən V0 başlanğıc sürəti ilə aşağı doğru atılır. Cisim 2 saniyədə yerə çatırsa, V0 nəyə bərabərdir deyir bizə. İndi biz belə bir şey düşünək, H bərabərdir V0T üstəgəl JT kvadratı bölü 2. H hündürlüyü nəyə bərabərdir? 200 metrə bərabərdir. O zaman yazıram 200 bərabərdir. V0'ı bilmirəm. Zamanın qiyməti 2 saniyə. Üstəgəl sərbəst düşmə təcili 10. T'nin qiyməti 2, yazıram 2'nin kvadratı bölünsün 2. Buradan 200 bərabərdir 2 V0 üstəgəl 2'nin kvadratı 4, 4'ü 10'a vuranda 40, 40'ı 2'yə böləndə alınır 20. Buradan 2 V0 bərabərdir. 200'dən 20'ni çıxırıq. 180 olur. Buradan da V0 bərabərdir 180 bölü 2. Yəni 90 metr bölü saniyə.
Sualımızın doğru cevabı deməli B variantıdır. 6-cı sualda sürtünmələrin nəzərə alınmadığı bir sistemdə h hündürlüyündən 50 metr bölü saniyə sürətlə aşağı doğru atılan cisim yerə 90 metr bölü saniyə sürətlə dəyir. Buna əsasən h hündürlüyü neçə metrə bərabərdir? H hündürlüyünü belə tapa bilərik. H bərabərdir V kvadratı çıxılsın V0-ın kvadratı bölünsün 2J. Bu da bərabərdir V0 V kvadratı, yəni 90'ın kvadratı. 90'ın kvadratı nə olur? 8100. Çıxılsın V0, yəni başlanğıc sürət 50'dir, kvadratı eləyir 2500 bölünsün 2 vurulsun J'nin qiyməti də 10. 8100'dən 2500'ü çıxırıq. Deməli olur nə qədər? 11'dən 5 çıxanda 6, 7'dən 2 çıxanda 5. 5600 bölünsün, məxrəcdə də 20 var. 5600'ü 20'yə bölürük. O da 560'ı 2'yə bölmək deməkdir. 560'ı da 2'yə böləndə alınır 280. Deməli sualın doğru cavabı D variantıdır. Gəldik 7-ci suala. Sürtünmələrin nəzərə alınmadığı sistemdə h hündürlüyündən V0 sürəti ilə aşağı atılan cisim 6 saniyə sonra 80 metr bölü saniyə sürətlə yerə dəyir. Buna əsasən h hündürlüyü neçə metrdir? Burada yaza bilərik. Başlanğıc sürət verilirmi? Başlanğıc sürəti bilmirik. V0'ı bilmirik. Amma cismin 6 saniyə sonra 80 metr bölü saniyə sürətlə yerə dəydiyini bilirik. O zaman biz belə düşünə bilərik. V0 bərabərdir nəyə? Sürətin tənliyi V bərabərdir V0 üstəgəl JT-dir. Buradan V'nin qiymətini 80 bilirik. 80 bərabərdir V0 üstəgəl. J sərbəst düşmə təcili 10'dur. T'nin qiyməti, yəni zamanın qiyməti də 6'dır. Buradan 80 bərabərdir V0 üstəgəl 60. Buradan da V0'ı tapsaq 80'dən 60'ı çıxarıq. O da olar 20. Deməli cismin başlanğıc sürəti 20 metr bölü saniyədir. Bunu biləndən sonra H-ı tapmaq olar. H bərabərdir V üstəgəl V0 bölünsün 2 vurulsun T. Buradan H bərabərdir. Başlanğıc sürət 20, son sürət 80 bölünsün 2 vurulsun zamanın qiyməti də 6 saniyə. 100'ü 2'yə böldük 50, 50'ni də 6'ya vurduq, oldu 300. Deməli H hündürlüyü 300 metrə bərabərdir. Sualın doğru cavabı A variantıdır. 8-ci sual. H hündürlükdən 30 metr bölü saniyə sürətlə aşağı doğru atılan M1 kütləli cisim yerə 50 metr bölü saniyə sürətlə çatır. Sürtünmələr nəzərə alınmırsa, M2 kütləli cisim H2 hündürlükdən sərbəst buraxılanda yerə neçə metr bölü saniyə sürətlə çatar? İndi burada cismin başlanğıc sürətini verib, cismin son sürətini verib, biz burada H hündürlüyünü hesablaya bilərik. H bərabərdir V'nin kvadratı çıxılsın V0'ın kvadratı bölünsün 2C. Buradan H bərabərdir. Sürətlər nəyə bərabərdir? 30'dan 50. Kvadratlardan qədər olur? 2500 və 900. 2500'dən 900'ü çıxırıq. Olur 1600. 1600'ü bölürük. 2 vurulsun J'yə. Yəni 2 vurulsun 10'a. O da eləyir 20. Buradan H-ı tapırıq 80 metr. H hündürlüyü 80 metrə bərabərmiş. İndi burada ikinci cisim sərbəst düşmə hərəkəti icra edir. Sərbəst düşən cismin yerə dəymə sürəti isə kök altında 2GH ifadəsi ilə hesablanır. Buradan V bərabərdir. Kök altında 2 vurulsun. J'nin qiyməti 10, H'ın qiyməti isə 80'dir. Bu da olur 20 vur 800, yəni 1600. 1600'dən də kök çıxır, olur 40. Deməli, sərbəst düşən cismin yerə dəymə sürəti 40 metr bölü saniyəyə bərabərdir. Sualımızın doğru cavabı B variantıdır. 9-cu sualla davam edirik. Yerdən 60 metr hündürlükdən bir cisim 20 metr bölü saniyə sürətlə aşağı doğru atılır. Sürtünmələr nəzərə alınmırsa, cisim yerə hansı sürətlə dəyər? Cismin yerə dəymə sürətini tapmaq üçün V bərabərdir. Kök altında V0'ın kvadratı üstəgəl 2GH yaza bilərik. Bu da bərabərdir. Kök altında başlanğıc sürət 20'dir. 20'nin kvadratını yazırıq, yəni 400. Üstəgəl 2 vurulsun. J'nin qiyməti 10, H'ın, yəni hündürlüyün qiyməti isə 60'dır. Bu da bərabərdir. Kök altında 400 üstəgəl
2'ni 10'a vuranda 20, 20'ni 60'a vuranda 1200. 400'e 1200 gələndə olur 1600. 1600'dən də kök çıxır, olur 40 metr bölü saniyə. Cismin yerə dəymə sürətini tapdıq. İndi bizə deyir ki, cisim yerə neçə saniyədə çatar. T bərabərdir V çıxılsın V0 bölünsün J yaza bilərik. Son sürəti 40, başlanğıc sürəti 20, sərbəst düşmə təcili də 10. 40'dan 20 çıxdıq. 20, 20'ni də 10'a böldük, alındı 2. Deməli, cisim yerə 2 saniyə ərzində çatarmış. 10-cu sualda. Sürtünmələrin nəzərə alınmadığı ortamda K nöqtəsindən 10 metr bölü saniyə sürətlə atılan cisim L'dən 30 metr bölü saniyə, M'dən 40 metr bölü saniyə sürətlə keçir. Buna əsasən H1 və H2 hündürlüklərinin nisbəti nəyə bərabərdir? H1'i belə hesablaya bilərik. H1 bərabərdir V1 kvadratı çıxılsın V0'ın kvadratı bölünsün 2J. Bu da bərabərdir. Bax, nəyə görə H1'i belə tapdıq? Çünki sürətlər V1 və V0'dır bu aralıqlarda. O zaman 30'un kvadratı, yəni 30'u kvadrata yüksəldirik 900, 10'u kvadrata yüksəldirik 100, 900'dən də 100'ü çıxırıq, olur 800. Bölünsün 2 vurulsun, J'nin qiyməti də 10. Deməli, 800 bölü 20, buradan H1 hündürlüyünü 40 metr tapırıq. H2 hündürlüyünü tapaq, H2 bərabərdir, yaza bilərik. V2'nin kvadratı çıxılsın V1'in kvadratı bölünsün 2J. Bu da bərabərdir. V2'nin kvadratı 1600, V1'in kvadratı 900, 1600'dən 900 çıxanda 700 qalır. 700'ü də 20'yə böləndə alırıq 35 metr. Buradan da H1 bölü H2 bərabərdir 40 bölü 35. Hər tərəfi 5'ə ixtisar aparsaq nə qalar? 8 bölü 7 qalır. Deməli, sualın doğru cavabı Y variantıdır. 11-ci sualda. Sürtünmələrin nəzərə alınmadığı bir sistemdə bir cisim yerdən 200 metr hündürlükdən 30 metr bölü saniyə sürətlə aşağı doğru atılır. Buna əsasən cisim atılandan neçə saniyə sonra yerə çatar deyir bizə. İndi biz burada yerə dəymə sürətini tapa bilərik. V bərabərdir. Kök altında V0'ın kvadratı üstəgəl 2JH yazaraq yerə dəymə sürətini tapaq. Bu da bərabərdir. Başlanğıc sürət 30, kvadratı eləyir 900. Üstəgəl 2 vurulsun, sərbəst düşmə təcili 10, hündürlüyün qiyməti də 200 metrdir. Bu da bərabərdir. 4900 alırıq burada. 4900'dən də kök çıxır, olur 70. Deməli, cisim yerə 70 metr bölü saniyə sürətlə dəyir. Bizə deyir ki, neçə saniyəyə yerə çatır? Neçə saniyəyə çatdığını da tapmaq üçün V çıxılsın V0 bölünsün J ifadəsindən istifadə edə bilərik. O da bərabərdir. Son sürət 70. Başlanğıc sürət 30. Sərbəst düşmə təcili 10. 70'dən 30 çıxdıq 40. 40'ı da 10'a böldük. Alındı 4. Deməli, cisim 4 saniyəyə yerə çatar. 12-ci sualda. Sürtünmələrin nəzərə alınmadığı bir mühitdə eyni hündürlükdən eyni anda aşağı doğru atılan X və Y cisimlərinin başlanğıc sürətlərinin modulları 20 metr bölü saniyə və V0'dır. X cismi 4 saniyədə, Y cismi 2 saniyədə yerə çatırsa, V0 sürəti neçə metr bölü saniyədir deyir bizə. Deməli, X cismi 4 saniyədə yerə çatırmış. Düzdürmü? X cisminin başlanğıc sürətini də bilirik. O zaman biz buradan H hündürlüyünü hesablaya bilərik. Necə hesablaya bilərik? H bərabərdir V0T üstəgəl JT kvadratı bölünsün 2. Buradan H bərabərdir. Başlanğıc sürəti 20. X cisminin yerə dəymə sürəti 4 saniyə. 20 vurulsun 4. Üstəgəl sərbəst düşmə təcili 10. Zamanın qiyməti 4. Yazıram 4'ün kvadratı bölünsün 2. Buradan H bərabərdir. 20'ni 4'ə vurdum 80 oldu. 10'u 4'ün kvadratına, yəni 16'ya vurdum 160. 160'ı da 2'yə böldüm 80 oldu. 80 ilə 80'in toplamı da oldu 160 metr. Deməli, cisim 160 metr hündürlükdən düşür. Bunu biləndən sonra Y cisminin başlanğıc sürətini, yəni V0'ı hesablaya bilərik. Necə hesablayarıq? Yazarıq H bərabərdir. Yenə V0T üstəgəl JT kvadratı bölünsün 2. Burada H hündürlüyünü bilirik mi? Bilirik. 160. Başlanğıc sürəti bilmirəm. V0 yazıram. Y cismi
2 saniyede yerə çatır. O zaman t'nin yerinə 2 yazıram. Üstə gəl. Sərbəst düşmə təcili 10. T'nin qiyməti 2 yazıram. 2'nin kvadratı bölünsün 2. Buradan 160 bərabərdir. 2v0 üstə gəl. 10'u 2'nin kvadratına vuranda, yani 4'e vuranda 40 edir. 40'ı da 2'ye bölende alınır 20. 160 beraberdir 2v0 üstə gəl 20. Buradan 2v0 beraberdir. 160'dan 20'ni çıxarıq. Olar 140. Buradan da v0'ı tapsaq, v0 beraberdir. 140'ı 2'ye bölərik. O da olar 70. Deməli cismin başlanğıc sürəti 70 metr bölü saniyəyə bərabərdir. Davam edirik 13-cü sualdan. Havanın müqavimət qüvvəsinin nəzərə alınmadığı bir mühitdə K nöqtəsindən V sürəti ilə aşağı doğru atılan cisim L'dən 3V, M'dən isə 6V sürəti ilə keçir. Cisim K'dan D'yə T1 müddətində, L'dən M'yə T2 müddətində gəlirsə, T1 bölü T2 nisbətini hesablayın. Baxın, KL aralığını T1 müddətdə gəlirmiş. Bax, bu aralığı T1 müddətdə gəlir. L'dən M'yə isə, bax, bu aralığı isə T2 müddətdə gəlir. T1 müddətini necə tapa bilərik? T1 bərabərdir. Sürətlərin fərqi, yəni 3V çıxılsın V, bölünsün J yaza bilərik. Bu da bərabərdir 2V bölünsün J. Bəs T2'ni necə hesablamaq olar? T2 bərabərdir. Yenə sürətlərin fərqi, yəni 6V ilə 3V'nin fərqi yazıram. 6V çıxılsın 3V bölünsün J. Bu da oldu 3V bölünsün J. Bizə isə lazımdır T1 bölü T2 nisbəti. Yazıram T1 bölü T2 bərabərdir. T1'in yerinə 2V bölünsün J yazıram. T2'nin yerinə 3V bölünsün J yazıram. Və nisbət buradan alınır 2 bölü 3. Sualımızın doğru cevabı B variantıdır. 14-cü sualda. Sürtünmələrin nəzərə alınmadığı bir mühitdə K nöqtəsindən aşağı doğru 2V sürəti ilə atılan cisim L'dən 3V, M'dən 5V sürəti ilə keçir. Buna əsasən H1 və H2 hündürlüklərinin nisbəti nəyə bərabərdir? H1'i belə tapa bilərik. Yazıram H1 bərabərdir. Bax, sürətlərə baxıram 3V ilə 2V. Deməli 3V'ni kvadrata yüksəldirəm, olur 9V kvadratı. Çıxılsın 2V'ni kvadrata yüksəldirəm, olur 4V'nin kvadratı, bölünsün 2J. Bu da bərabərdir 5V kvadratı bölünsün 2J alırıq. Bu H1 hündürlüğüdür. İndi eyni qaydada H2 hündürlüğünü də hesablaya bilərik. 5V'ni kvadrata yüksəldirəm, olur 25V kvadratı. 3V'ni kvadrata yüksəldirəm, olur 9V kvadratı. Bölünsün 2J. Bu da bərabərdir. 25'ten 9'u çıxdıq, 16 oldu. Deməli 16V kvadratı bölünsün 2J. Bunu aldıq. Bizə nə lazımdır? H1 bölü H2 nisbəti lazımdır. H1 bölü H2 bərabərdir. H1'in yerinə yazıram 5V kvadratı bölünsün 2J. H2'nin yerinə yazıram 16V kvadratı bölünsün 2J. Buradan da nisbət alınır. Hər şey ixtisar gedəndən sonra geriyə qalır 5 bölü 16. Deməli sualımızın doğru cevabı A variantıdır. 15-ci sualla davam edirik. Sürtünmələrin nəzərə alınmadığı bir sistemdə X cismi 4H hündürlükdən sərbəst buraxılır. Y cismi isə 5H hündürlükdən 2V sürəti ilə aşağı atılır. X cismi yerə 2V sürəti ilə dəyirsə, Y cismi yerə hansı sürətlə dəyir? İndi birinci növbədə X cisminin yerə dəymə sürəti hansı ifadə ilə hesablanır? X cismi 4H hündürlükdə olduğu üçün X cisminin yerə dəymə sürətinə Vx yazsaq, Vx bərabərdir kök altında 2J vurulsun 4H yaza bilərik. Bu da bərabərdir. İndi buradan 4 kökdən çıxsa 2 şəklində çıxar. Yəni burada 4H-daki 4 kökdən çıxır, olur 2. Geriyə qaldı kök altında 2JH. Deməli bunun 2V'yə bərabər olduğunu bizə deyir. 2V'yə bərabərmiş. O zaman biz buradan kökdə 2JH bərabərdir V şəklində bir şey alırıq. Yəni hər tərəfi 2'yə bölsək, kökdə 2JH bərabərdir V alınır. İndi bizə nə lazımdır? Deyir ki, Y cismi isə 5H hündürlükdən 2V sürəti ilə atılır. Y cismi yerə hansı sürətlə dəyər? Y cismi deməli yazaq V'yə bərabərdir. Kök altında V'nin kvadratı. Yəni sürətinin kvadratı, başlanğıc sürətinin kvadratı nə qədərdir? 2V'ni kvadrata yüksəldirik. Olur 4V kvadratı. Üstə gəl
2J vurulsun 5H yaza bilərik. Bu da bərabərdir. Kök altında 4V kvadratı üstə gəl 2J'ni 5H'a vuranda alınır 10JH. Belə bir şey aldıq. 4V kvadratı üstə gəl 10JH. İndi kök altında 2JH'ın V'ye bərabər olduğunu dedik. Hər tərəfi kvadrata yüksəltsək nə varıq? 2JH bərabərdir V kvadratı. Bizdə isə burada 10JH var. 10JH-ı da tapsaq, 10JH bərabərdir 5'ə vurarıq da elə bil ki 5V kvadratı olar. Deməli biz burada 10JH-ın yerinə bu ifadədə 5V kvadratı yazacağıq. Yazıram kök altında 4V'nin kvadratı üstə gəl 10JH-ın yerinə də 5V kvadratı yazdım. 4V kvadratının üzərinə 5V kvadratının gələndə 9V kvadratı olur. O da kökdən çıxır, olur 3V. Deməli cisim yerə 3V sürəti ilə dəyərmiş. A nöqtəsindən V başlanğıc sürəti ilə aşağı doğru atılan cisim B'dən 2V sürəti ilə keçir. Sürtünmələr nəzərə alınmırsa, cismin yerə çatma sürətinin modulu nəyə bərabərdir? İndi biz burada H məsafəsinin nəyə bərabər olduğunu tapa bilərik ilk növbədə. H bərabərdir. Bax, sürətlər 2V'dir və V'dir. Yəni A'dan V sürəti ilə atılır, B'dən isə 2V sürəti ilə keçir. Ona görə 2V'ni kvadrata yüksəldərik. Olar 4V'nin kvadratı. Və V'nin kvadratı yüksəldərək ilə zaten V'nin kvadratıdır. Bölünsün 2J. Bu da bərabərdir 3V kvadratı bölünsün 2J şəklində yaza bilərik. Deməli H məsafəsi 3V kvadratı bölü 2J'yə bərabərdir. İndi biz burada son sürətin nəyə bərabər olduğunu tapmağa çalışacağıq. V son bərabərdir. İndi B nöqtəsindən hansı sürətlə keçir? 2V sürəti ilə keçir. O zaman yazıram kök altında 2V'nin kvadratı üstə gəl 2JH. Bu da bərabərdir. Kök altında 4V kvadratı üstə gəl 2J vurulsun H'ın yerinə isə bunu yazırıq. 3V kvadratı bölünsün 2J'ni yazırıq. 2J'lər gedir. Geriyə qalır kökün altında. Bax bu 2J'lər gedəndən sonra 4V kvadratı üstə gəl 3V kvadratı o da olur. Kök altında 7V kvadratı. O da kökdən çıxır olur kök altında 7V. Deməli sualımızın doğru cavabı B variantıdır. 17-ci sualla davam edirik. Şəkildəki X cismi H hündürlüyündən sərbəst buraxıldığı anda Y cismi 2H hündürlüyündən V sürəti ilə aşağı atılır. Cisimlər eyni anda yerə çatdığına görə Y cisminin yerə çatandakı sürətinin modulu neçə V-yə bərabərdir deyə bizdən soruşur. İndi belə bir şey düşünək. Bu cisim H hündürlüyündən sərbəst düşür, düzdürmü? O zaman bu H hündürlüyünü belə yaza bilərəm. H bərabərdir JT kvadratı bölünsün 2. Digər cisim isə 2H hündürlüyündən müəyyən bir başlanğıc sürətlə atılır. O zaman yaza bilərəm 2H bərabərdir. Başlanğıc sürəti V'dir. O zaman yazıram VT üstə gəl JT kvadratı bölünsün 2. Bu şəkildə yazdıq. İndi H'ın yerinə JT kvadratı bölünsün 2. Bax bu H JT kvadratı bölü 2 olduğu üçün buradakı H'ın yerinə JT kvadratı bölü 2 tətbiq eləsək 2 JT kvadratı bölünsün 2. Elə bir ki H'ın yerinə JT kvadratı bölü 2 yazdıq. Bərabərdir. VT üstə gəl JT kvadratı bölünsün 2. Buradan VT'ni tapsaq VT bərabərdir. 2 JT kvadratı bölü 2'dən 1 JT kvadratı bölü 2'ne çıxanda geriyə qalır JT kvadratı bölünsün 2. Buradan T'ləri ixtisar apardığımızda alırıq V bərabərdir JT bölünsün 2. Bax bu V sürətidir. JT bölü 2 aldıq. İndi Y cisminin yerə çatma sürətini tapa bilərikmi düşünək. Y cisminin yerə çatma sürəti V'ye bərabərdir. Başlanğıc sürəti V'ye bərabərdir. O zaman yazıram V üstə gəl J vurulsun T. Bu da bərabərdir. İndi başlanğıc sürəti V idi. Bax bu ifadədən biz JT'ni tapsaq JT bərabərdir 2V olar da. O zaman yazıram bərabərdir. Daha doğrusu üstə gəl. Bu JT'nin yerinə bu 2V'ni yazıram. V'nin də üzərinə 2V gələrik. Bu da olar 3V. Deməli, Y cisminin yerə dəymə sürəti 3V'yə bərabərmiş. 18-ci sualla davam edirik.
Sürtünmələrin nəzərə alınmadığı bir sistemdə X və Y cisimləri şəkildəki nöqtələrdən V və 5V sürətləri ilə atılır. Cisimlər yerə eyni anda çatırsa, yerə dəymə sürətlərinin modulları nisbəti nəyə bərabərdir deyir bizə. İndi birinci növbədə bu cisim H hündürlükdən düşür. O zaman yaza bilərəm H bərabərdir. V başlanğıc sürəti ilə atılıb. O zaman yazıram H bərabərdir VT üstəgəl JT kvadratı bölünsün 2. Digər cisim 4H hündürlükdən düşür. O zaman yazıram 4H bərabərdir. Başlanğıc sürəti 5V'dir. O zaman 5VT üstəgəl JT kvadratı bölünsün 2 yaza bilərik. Burada indi VT ilə JT kvadratı bölü 2 arasında bir əlaqə təyin etməyimiz lazımdır. Buna görə də gəlin bu aşağıdakı tənliyi olduğu kimi saxlayaq. Amma bu yuxarıdakı tənliyi gəlin neyniyək? 4'ə vuraq. Yuxarıdakı tənliyi 4'ə vurduğumuzda belə bir şey alırıq. 4H bərabərdir. 4VT üstəgəl 4JT kvadratı bölünsün 2. İndi bu iki dənə tənliyi tərəf-tərəfə çıxaq. 4H'dan 4H'ı çıxıram, qalır 0 bərabərdir. 5VT'dən 4VT'ni çıxıram, qalır VT. JT kvadratından 4JT kvadratını çıxıram, qalır mənfi 3JT kvadratı bölünsün 2. Deməli, buradan alırıq ki, biz VT bərabərdir 3JT kvadratı bölünsün 2'yə bərabərmiş. Düzdürmü? Yəqin ki, düzdür. Buradan T'ləri ixtisar aparsaq, geriyə qalar V bərabərdir 3JT bölünsün 2. 3'ü də 2'yə böləndə 1/5 olur. Deməli, 1/5 JT'yə bərabərmiş. Bunu hesablayandan sonra biz Vx'i və Vy tapa bilərik. Yazıram Vx bərabərdir. X cismi V başlanğıc sürəti ilə atılıb. O zaman yazıram V üstəgəl JT. O da bərabərdir. V'nin yerinə 1/5 JT yazıram. 1/5 JT üstəgəl JT. O da bərabərdir. Olur 2/5 JT. Vy tapsaq Vy bərabərdir. Bu cisim 5V başlanğıc sürəti ilə atıldığı üçün yazıram 5V üstəgəl JT. O da bərabərdir. 5V, yəni 5 vurulsun 1/5 olur 7/5 JT üstəgəl JT. O da bərabərdir 8/5 JT. Bunları biləndən sonra da Vx bölü Vy nisbətini hesablaya bilərik. Vx nəyə bərabərdir? 2/5'ə. Vy nəyə bərabərdir? 8/5'ə. 2/5'in 8/5'ə nisbəti. Yəni hər tərəfi 2'yə vursaq bura olar 5, burada olar 17. Deməli sualımızın doğru cavabı 5/17'dir. Beləliklə bu videonun da sonuna gəlmiş olduq. Növbəti videolarda görüşənədək özünüzə yaxşı baxın. Sağ olun, salamat qalın.